Qızlar salam, necəsiz? Ümid edirəm ki, Salam. yaxşısınız. Bugün sizinlə birlikdə başlıqdan da gördüyünüz kimi Benefit Cosmetics'dən bir advent kalendar açacağıq. Sağ olsun həyat yoldaşım bunu mənə alıb. Biz artıq açdıq və videonu da siz açılı versiyada baxacaqsınız. Artıq videonu biz bitirmişik. İndi yadımıza düşdü ki, intro yox imiş, intronu çəkirik. Nəysə qızlar, gəlin başlayaq. Ki, Cəlalənin 500 ildir məndən istədiyi advent kalendarı aldı. Biraz gec oldu amma olsun. Hayırsa yenə tatminsizlik, yenə narazılıq. Bəli. İstədiyindən daha qəşəng bir advent kalendar aldıq. Sağ olun işte. Çox sağ olun Məstan. Gəlin videoda gördüm. İçimin yandığını bilin. Üzdə gülməyinə baxmayalım. Gitti paracıklarım, gitti. Bu arada küpürlərimə də maskara istifadə etməmişəm. Dedim ki, Buradan çıxanı istifadə edəcəm. buradan çıxanı istifadə edəcəm. Gəlin başlayaq. İlk olaraq məncə başlayım mən elə birdən bundan. Belə bir paketləməsi var. Belə paltarım kimi çəhrayı. Görə çox balaca bir şeydir. Tatmin etmedi bu beni. Deməli Benefit'in FanFest maskarasının balaca boyu. Bu məndə evdə var, satmağa çalışıram. Bax elə tam bu boy evdə var. Baxmayaraq ki, həyat yoldaşım bunu mənə alıb, mən bunun içindəki bir çox şeyi satacağam. Seç. Hə, deməli 22 seçirəm. 22, okey. Göstər də. Çok heyecanlıyım. Ver bir kutu da. 22 nömrə. Necə açılacaq? Yəni ki, belə açılır. Bu maskaradır yəqin ki. Mən Cəlalədə görmüşəm bundan. Belə bir şey. Bunun bizdə Böyük boyu var. böyük boyu var. Görmüşəm. So, gəlin buna da baxaq. Yəni maskara cəndəsinə düşdük deyə bilərik. Belə qəribə maskaradır bu arada. Yuxarısı başqa cürdür, aşağısı da başqa cürdür. Həm ayırmaq üçün, həm də ki deyəsən çox yaxşı yuxarıya qaldırmaq üçün. Mən də alça yeyirəm. Burada 19 nömrə var. Onu istəyirəm. Full boy nəsə var burada. Yeni maskara. Bad Girl Bang. Kızlar bu yeni maskaramdı. Bunu götürəcəksən yəqin. Hə, bunu götürəcəm. 8. Açın. Tamam. Böyle bir şeydi. Görək nədir? Bu kutu şeyi çox möhtəşəm. Kutu var. Danışa bax, elədim. Qablaşdırması qəşəngdir həqiqətən. Bilmirəm bu nədir, belə bir şey çıxdı içindən. Okay, let me show it. Deməli qızlar, bu The Professional Smoothing Moisturizer for Pores. Hə, poralar üçün olan bir nəmləndiricisidir. Əlbəttə ki, bura bağlı şəkildədir. 20 millidir. 21 nömrəni. Maraqlıdır. Bildim, bu hansısa ənlik olmalıdır. Çünki highlighter yoxdur içində. Mənə də maraqlıdır ki, çox sevdiyim, yəni ən məşhur məhsullarından biri highlighterdir. Niyə qoymursan? Bu çıxdı qızlar, Benefit'in. Rənginə bir dənə baxın. Nar gülü var. Yəni konkret nar gülünün, çiçəyinin rəngidir. Adı nə adlanır? Krista. Krista. Getdi. Gözün ondaydı, bayaqdandır. Boşdur diyorsun. Yok. Qorxdum ey. Bu boş gibi bir şey. Deyəsən taxma kirpillərdir. Hydrogel and Dry Mask. Gözaltı maskasıdır. Yəni boş kimi bir şeydir kocam. Yəni bu boyda qabı olmasa da olarmış məncə. Miau, miau, miau. Neyse bu biraz tırt. Bu bayağı bir tırt. Sevmədim. İndi ikiyə baxırıq. İki də full boy bir şeydir. 100% bu qaş. 7 böyüydü. Full boy tırt.
Full boy değilmiş. Aa, bu nədir? Bu cleansing oil'dur. Yəni üzümə yağıdır. Dərd və çarə tapıldı. Dən atan gildə üsyan elərdin ki, mən burada qalacağam, amma üzüm yumağa bir şey yoxdur. Ne yapayım? Mənim evdə sənin nə qədər şeyim var. Gələ. Deməli bu da olsa sumkalı. 19 milli məhsuldur. Seç. 23. Okay. Deməli belə bir qutu, qırmızı. Bu da nədirsə, yenə o Cəlalənin dediyi ənli idi, bronzerdir, artıq nədirsə belə bir şeydir. Görək nədir? 8 seçdik hoca. Hə, 8-ə var. Oo, məşhur Hula bronzer. Mən deyə bilirəm, çünki Cəlalə bunun haqqında. Bunun tam boyu da bizdə var. Buradakı bir çox məhsul bizdə tam boyu var belə baxanda. Ya bunu açmağa məncə ehtiyac yoxdur. Amma yox, bu dip deyil, original. Bizdə bilirəm ha, hadi. Bizdə olan dip rəngi idi. Belə Allahım yarabbim, mən niyə bu qədər bilirəm? tünd rəngi idi bizdəki. Dip yəqin ki tünd rəngdir. Amma bu o çox isti alt tonlu idi. Bu çox soyuq alt tonlu deyə. Açıq deməzdim çox da, amma çox soyuq alt tonlu bir huladır. Mən də 18 nömrəni götürdüm. Görək bu nədir? Bu da eynisidir. Hamısı desin eyni yerə yığıblar. Oy, bunu çox görürdüm. Bu da Benefit'in Dandelion-idir. Dandelion. Yəni Dandelion nədir? Türklərin qara hindibası. Bizdə nədir? Qara hindiba, heç bilmirəm ki. Bu nədir bu? Şeydir. Püf eləyirsən gedir. Aha, hə, nəsə püf eləyirsən gedir. Mən üçün oldu. Həqiqətən bilmirəm bu arada. Nəysə. Rəngi də baxın garib bir rəngi Nədir ki bu? var. Ənli. Hə, baxın rəngi də bu şəkildədir. Qablaşma çox yaraşır ənliyin rənginə. Çox Qaldı. Yenə belə bir şeydir. Yəqin ki ya bronzer ya ənliysə belə bir şey olacaq. Mən bu unpackingdə niyə iştirak edirəm? Kosmetika unpackinglərinin əsasını Cəlalə özü tək edir. Sadəcə bunu mən almışam deyə uzun müddət Cəlalənin istədiyi bir şeydir. Bu da eynidir. Payat olan. Reaksiyasına baxım, mənə də maraqlı gəldi ki, bu qədər pulu biz nəyə vermişik, onu da görmüş olaraq. Belə bir şeydir. Villa deyə bir şeydir. Aç bax görək. Villa Benefit'in villasının, villa ənliyinin mini ölçüsüdür. Yəni ümumiyyətlə burada desən 3 dənə ənli olmalıdır. Bir dənə bronzer olmalıdır. Hamısı da buradaymış desən. Hə, heç dəyişiklik eləməyiblər. Görsən aşağıda nə var? Bu da bu rəngdədir. Bu bir şeydir. Hə, bu da qəşəng rəngdir. Soyuq bir çəhrayıdır. Oy, sən çıxmasaydın çox daha yaxşı olardı. Benefit'in yola verdiyi qutulardan biri. Benefit Diulala Illuminator, Liquid Glow Illuminator. Yəni belə parıldadıcı baza kimi bir şey. Zibil məhsulu. Heç sevmədim. Highlighter kimi işlədir bilirsən? Yox, baza kimi. Baza kimdir? Baza. Baza primerda makyajın altından vurmaq üçün. Bu arada make-up'ım qızlar qəşəng olur. Nəysə, mən maskaramı vuracaqdım və vuramadım. Elə vurarsan. Mən 10 nömrəni götürürəm. 10 nömrə Luka Modric. Belə maraqlı bir Hədiyyə olaraq daha böyüyünü veriblər, yəni. qələm formasında bir şey. Bundan veriblər. Hədiyyə olaraq qızlar bundan daha böyüyünü veriblər. Kimmi bro, bilmirəm nədir. Bro. Bro kimdir? Bu nədir? Real budur yoxsa? Bu nədir? Bu qaş gelidir. Qaş yox, elə şey deyilmiş. Yox, bu maskaradır. Hə, qaş gelirmiş. Belə qələm formasında belə tutulmuş. Budur. Haydi görəsən. Düzdür, bu tam o deyil, 24 saat bu qaş çəkiləyənidir. Amma hədiyyə olaraq daha böyüsünü veriblər, yəni. Nəyə lazımdır? Mən 10 getdi, 17 də getdi. Yox, bunu götürmüşdüm. Bunu, okey, 17-ni götürürəm. İndi baxdığımız. İndi hədiyyə olaraq da göndəriblər bunu, belə. Yəni, çoxlu mini məhsullarımız var. They are real'dır. Hədiyyə kimi göndərilən şeylərə 200 manatdan yuxarı pul verməyimiz şaka mı? Bayaq göstərmişdim, amma yenə göstərəcəm. Mən götürmək istəyirəm 24-ü. Yenə mən yüngül bir şey götürdüm. Qutusu Mən bilirəm o çox nədir, böyük, 100% bilirəm. amma yüngül belə bir şey. Deməli, hə. Hamburger kimi paket deyiblər bunu. Belə.
Bir düşünmürəm böyük bir bibim var orada. Ağlam var ağlar bir şey. Vay vay necə möhtəşəm bir məhsul. Saç üçün də bu saç tokasıdır nədir? Abadokdur nədir bu? Yəni saç üçün desəm böyükdür. Baş üçün desəm balacadır. Sən nesin? Necə bilsin? Məncə saç üçün də. Saç üçündür. Yəni şey demək üçün də saç yırmaq üçün. Yox. Saç belə. Məncə elə bir şeydir. Necədir? Saçın qısadır deyə şanafiyə oxşadı. Elə hop-hop quşuna oxşadı belə. Heç bir şeyə lazım olmayan məhsullardan biri var hal-hazırda əlimdə. Şu nedir ya? Amma qabı qəşəngdir. Qabını da satmaq olar. Mən bunları paket şəklində yığacağam. Elə şey edəcəm. Deməli qızlar, burada nələr var? Burada Benefit'in 5 ədəd makyaj silmək üçün pambıq pedləri var. Bunlar Yuyulan bir şeydir. yuyulan bir şeydir. Yəni bir dəfəlik deyil, bir istifadəlik deyil, bir neçə istifadəlikdir. En sevdiyim. Çanta kimi bir tülün içindədir. Yəni tül. Bildiyin tül. Yəni bunu biraz dəyişkən eləyim. Bu da Benefit'in yazılmış olmasıdır. Всё. Bu da üzr istəyirəm. Ağzımı tozlasın. Lütfen. Şüursüz. Bu sıradan bir dənə 15 nömrə qaldı. Vazelinə oxşayan bir şey çıxdı. Böyle bir şey. Bilmirəm nədir. Poraları təmizləmək üçün bir maska. Maskadır. Bu da ağzı yəqin ki bağlı Hər gün şəkildədir. istifadə edirəm. 10 millidir. Yəni belə. Amma mən açığı qablaşdırma çox xoşuma gəlir. Çox şirin bir qablaşdırması var. Sən hətta bunu istifadə edə bilərsən bu qutunu. Yəni masana qoya bilərsən oradakı kosmetika masana. Ola bilər əslində ha. Yox, düzəlsin. Bayaqdan da bunu axtarırdım. Deməli, Bayaqçılardan deyil. hə də böyük boydur. Yəni məncə bu Benefit yəni Benefit bizdən məzələnir. məzələnib yəni. Bir insan məzələnir. əgər deyək ki, bir insan bunu götürəcəkdə, yəni bir insan bunu alır. İndi mən satıcı Amma əslində normaldır. Hocam. Niyə birini balaca, birini böyük? Mən niyə Tamam. direkt bir məhsuldan 2 dənə alım? Adam deyir ki, travel size da almış ola bilərsən. Bəlkə səyahət edirsən travel İşte size. mantıqlı. Bir də mənə deyir mən şeyləri qoruyuram. Ola bilər yəni. Baxın, belə bir geldi. Çox suvazdır deyə. Öz nömrəmi, ədədimi götürdüm. Uğurlu ədədim 13. En sevdiyim harika. Bu arada Qədir 13 sentyabrda olur və qız vericidir. Həyatdakı şansım. Sən bana qurban ol lan. Deməli belə bir məhsul. Bunu elə ki görmüşdük. Bilmirəm, yoxsa başqa bir şeydir. Bu harda düşdü? Ay damla. Qızlar bu da 3 qramdır. Allahdan Benefit mini məhsullarını da cəhənnəmə 3 qramlıq, 3.5 qramlıq eləyir də 2 Yaxşı qramlıq deyirsən. eləmir. Maskara. Maskaradan bol şükür Allah. Bu neçənci maskaramızdır? Nə bilim, nə var? 3 desən. Və qabı düzəldə bilməyiblər deyə burada böyük bir şeydə yəni Ya şeyi ayarlamaq üçün eləyiblər. 14 nömrə. Teheran deyir. Mənim idi. Mən seçmişdim. Yox. Maşinik. Yox, bunu mən də açacağam. 14 nömrə mənim. Qoyarsan da bilsin. Bu mu açdı? Yox. Hangi? Ya şey açmışsan da 13-ünü götürmüsən, 13. Neyse mən bunu seçdim. 11 nömrə. Gareth Bale. İşçi. The Professional'ın super setri. Makyaj sabitləyici spreyi. Neçə millidir? Zordur da. 15 milli. Zalın. Aa, Travel nə size. size. Lanet olsun sana değil. Travel size. Qədir, Konkret bəlkə elə mən bunların hamısını özümə götürüm. Travel size'lar zaten sənə lazımdır. Məncə hə, mən səyahət edəndə lazım oldular. Bizlə başladı, sonra mən də keçdim. Mən sizi səyahət edirəm. Sənə lazım deyildi o mənada. 14 nömrə. Bu arada bunun şirinliyinə baxar mısınız? Ana bir dənə kişidir çox güzel. Yenə bir dənə bronzerdir, nədirsə artıq. Bıktım ne kadar olur ya. Bunun nə bir şey qablaşdırması var. Shelly.
Burada shell balıq qulağı mənasında da ya. Shell yes. Hə, gəl. Kocamın İngilizce Şaka mı? maraqlı rəngi var, şaftalı tonlarındadır. Yəni bundan bayağı bir çox olur. Qoyun xahiş edirəm. Buradan hansıya götürdük? Şeydir, bunları açmışıq, bir də bunu. Bunu açmışıq. Bunlar qalıb. Bunlar qalıb. İşte şuradan götürürük. Qılmıqlı bir şeydir yenə. Hay lanet olsun. Bak bu boyda şeydir, içindəkinə baxın. Zıqqan. Nədir bu? Fluff up brow wax. Belə bir məhsuldur. Yenə də qaş nə bilim nəyi. Mən bu sap istəyə bilmərəm ya. Buna pul vermişəm. Yox, advent kalendarlar arasında ən yaxşı advent kalendardır. 20 nömrə. Bəli, 20 nömrə. Hansı şey seçdik, var seçildi. 6 ilə 3 qalıb. Yenə belə nəsə belə maraqlı bir şey. Mən qablaşdırmasını bəyəndim yenə. Mənə qablaşdırması maraqlı gəlir. Good clean up. Pour purifying foaming cleanser. Köpüklü təmizləyicidir də, yəni belə üz təmizləyicisi köpüklü. Aha, yes, yəni köpürə bilən bir təmizləyicidir. 19 millidir, elə digəri kimi. Bu arada qabları tüydür, paketlərim. Metaldır. Metaldır. Metal oxşuyur. Biraz böyük bir məhsul oxşuyur. 3 nömrədə bilirdim bu çıxacaq. Böyle olacaq. Bu advent kalendarda 3 dənə full size məhsul var idi. Yəni həqiqətən məhsul sayıla biləcək. Biri Benefit'in bu tintidir. Benetint. Hər yerdə çox məşhurdur. Bunun necə bir şeydir? Dodaq üçün, yanaq üçün, göz üçün belə yayda. Bunu mən deyəsən özümə götürməli olacağam. Şiqləmin bir dənəsini almışdım, bəyənməmişdim, yadımdadır. Ülvəyə vermişdim. Əslində Benefit mənlik, tintlər mənlik deyil. Çox məsələn qırmızıdır bu. Amma bunun full boyu 60 neçə manata falan satılır Azərbaycanda. Hə, 50-60 neçə manat. Bu da full boydur, 6 millidir. Belə deyim sizə. Full boydur bu? Full boydur, hə. Belə bir məhsuldur, belə vurursan. Yavaş yavaş. 2 manat getdi bu saat. Belə şey edir. Maraqlı. Warm bir effekt verir də. Qızıl gülü. Gözəl. Xoşuma gələn qoxudur özü. Məncə istifadə edəcəm. Xoşuma gələn bir qoxudur. Bunu götürəcəm. Yəni bu mənim. Və sonuncu 6 nömrəmiz qaldı. Xətsiz. Xətəşəmətdir. 6 nömrə. Mən ancaq üz təmizləmə məhsulunu çıxartdım bu gün. Ölçüsü 7,5-dır milli. The Professional Pore Primer. Primer imiş bu. Pore Primer. What is that? Gözaltı? Yox, poraları gizləmək üçün primerdir. Belə böyük. Məsələn, sənin poraların çox böyükdür. Sən poralar istifadə edəcəm. Hə, sənin poralar konkret blurləyəcək də sənin. Blurring your pores. Mənim də ehtiyacım var blurlanmaya. Kod yazanda poralarım Make-up'ın açıq peki. olduğunu görəndə bir təhər oluram. Bu arada biz dalaşmışıq qədrinlə. Video xətrinə videonun qarşısına keçib mənim üçün. Yes, kocam. Videodan sonra səni danışdırmayacağam, bunu deyim. Oh, çox şükür. Çox şükür. Belə. Mən bəyəndim. Bu qədər. Mən bayağı bəyəndim. İçində çox məhsul çıxdı. 24 məhsul. Qablaşdırması əntiqə bir şeydir. Mənim çox xoşuma gəldi. Yəni bunu Cəlalə məncə masasına da qoyub istifadə eləyə bilər. Qoyacağam. Yəni çox qəşəng bir şeydir. Qablaşdırması çox babat. Çox gözəl. Qab özüdür. Hə, yəni dediyim kimi qızlar, burada səhifəmi qeyd eləyəcəm. Nabiga Luxury Brands. Yəqin ki, çox məhsulu uyğun qiymətə setdən çıxdığına görə satacağam. Çünki bilirsiniz mənim nəmə lazımdır o qədər maskaram. Mənim onsuz da kifayət qədər maskaram var. Və ənliklər də artıq ənlik almaq istəmirəm. Ənlik almaq istəyəndə də sevdiyim rəngləri almağa çalışıram. Bu rənglərdən əgər mənim kolleksiyamı bilirsinizsə çox varımdır. Bir çox məhsul satılacaq və çox uyğun qiymətə də almaq istəyirsinizsə mütləq qeyd edəcəyim səhifəni izləyin
qiymətlərdən də xəbəriniz olsun. İnanın mənə, mən deyə bilərəm ki, yəni illərdir kosmetika alan bir şəxs olaraq deyə bilərəm ki, çox uyguna məhsulları satıram. Yəni vicdansız deyiləm. Məncə Qədir çox qəşəng make-up eləmişəm. Bəli, gözəldir. Nəysə, belə bayağı bir ağırdı. Gəlin paylaşaq, düzdür, satacağam. Pulunu verin, alın. Kargosuna da meşixlə pul vermişəm. Bir şey kimi. Qargosu çox çıxıb. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ olun. Ümid edirəm ki, videonu bəyəndiniz. Çox şükür. Bir dənə də Tududan bir dənə bir şey əskilmiş oldu. Cəlalərin təzə arzu və istəklərini gözləyirəm. Bəli.